الحمد لله الكريم المنان واسع الفضل والإحسان فتح لعباده أبواب الخيرات ووعد المتقين بجنات تجري من تحتها الأنهار. أحمده سبحانه وأشكره وأشهد أن لا إله إلا الله وحده لا شريك له شهادة تفتح بها أبواب الرضوان، وأشهد أن محمدًا عبده ورسوله خير من صلى وصام وتصدق وقام، صلى الله عليه وعلى آله وصحبه ومن تبعهم بإحسان وسلم تسليما كثيرا. أما بعد، فأوصيكم عباد الله بتقوى الله، وهي وصية الله للأولين والآخرين، ولقد وصينا الذين أوتوا الكتاب من قبلكم وإياكم أن اتقوا الله. Əziz değerli Müslümanlar, hürmetli kardeşler, ilk önce Allah'tan korkmağı tövsiye edirəm. Allah Taala'nın əvvəlkilərə, sonunculara ettiği bir nəsihətidir. Buyurur ki, biz sizden əvvəlki əhl-i kitaba tövsiye ettiğimiz kimi size de Allah'tan korkmağı tövsiye edirik. Ve korkun Allah'tan ve bilin ki mümin nefslerin var gücüyle can attığı, kalplerin yarıştığı, ömrün uğruna sərf ettiği əzəmətli məqsəd Allah'ın razılığı ve cennetidir. O ebediyet diyarı, nimetleri daimi olan, hansı ki səbəbdir, xilas üçün, nicat üçün, oddan, əzabından ve insanlar necə ki sevinir bu dünyada, onlara ruzi qapısı açıldıqda, qəbul yazıldıqda, nüfus, hökmranlıq əldə etdikdə, eləcə də mümin qəlblər Allah Taala'nın cənnətini, ona aparan yolu, o cənnetin qapılarını xatırladıqda, eşitdikdə eləcə sevinir. Niyə də sevinməsin? Çünki o nəfslər həsrət çəkir o diyar üçün. Qəlblərində məhəbbət əskilmir ve düşünəndə cənnəti ve biləndə ki Allah Teala ora daxil olmaq üçün çox sayda qapı qoyub o diyara, o kəramət diyarına mümin sevinir. Çünki ora rəhmət məkanıdır. O diyar hürmet diyarıdır. O məskən Allah Taala'nın üzünə baxılacaq yerdir. Xəbər verib Peyğəmbər sallallahu aleyhi ve sellem cənnətin qapılarının sayının çoxluğunu, necə ki Səhl ibn Sa'd radiyallahu anhu nəql edir bizə, deyir ki, dedi ki sallallahu aleyhi ve sellem fil cənnəti 8 əbvab. Cənnətin 8 qapısı var. Veya cennette 8 kapı var. 8 kapı heç de tek bir kapı değil. Aksine sayı çok olan kapıdır. Allah'ın lütfündəndir, rəhmətindəndir. Rəhmətinin genişliğindəndir. Fəzilətinin böyüklüyündəndir. Bəndələri üçün xeyr yollarını çox qoyub, elə edib ki, heç kəs Allah'ın razılığına aparan yoldan məhrum olmasın. Ona görə Əbu Hureyra nəql edir bizə səhih hədisdə. Deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem dedi ki, kim Allah yolunda bir şeydən bir cüt xərcləyərsə, sərf edərsə, yəni eyni şeydən ikisini sərf edərsə, fərq eləmir
hansından, hansı xeyr əməldən cənnətin qaplarından çağırırlar. Deyirlər ki, ya Abdullah, hədə xeyr. Deyirlər ki, Allahın qulu, bu xeyirdir. Və kim namaz əhlindəndirsə, namaz qapısından çağırılacaq. Kim cihad əhlindəndirsə, cihad qapısından çağırılacaq. Kim sədəqə əhlindəndirsə, sədəqə qapısından çağırılacaq. Və kim oruz əhlindəndirsə, Reyyan qapısından çağırılacaq. Əbu Bakır radiyallahu anhu dedi ki, ya Resulallah, hər qapıdan kiminsə çağırılması bunun üçün bir zərər deyil. Eyb etməz kim hansı qapıdan çağırılırsa çağırılsın. Məgər kimsə bütün qapılardan çağırılacaq. Dedi ki, sallallahu aleyhi və səlləm, nəəm və arcu ən təkuna minhum. Dedi ki, bəli, ümid edirəm ki, sən onlardan olacaqsan. Allahu Akbar. Bu əzəmətli hədis mümin üçün ümid qapısı açır. Bəndə üçün yüksək əməllərə pillədir. Onu sevq edir o əməlləri yerinə yetirməyə. Onu həvəsləndirir ki, aşağı mərtəbədə qalma. Əksinə, itayət qaplarının hansında bacarırsansa yarış. Ona görə alimlər deyirlər ki, bütün qaplardan çağırılmaq, cənnətin bütün qaplarından dəvət olunmaq, bu şərəf dəvətidir, hörmət dəvətidir. Sonra qul hansı əməli daha üstündürsə, daha çox ödibsə, o qapıdan daxil olacaq. Nə əzəmətli məqam, nə böyük uğur. Qul qiyamət günü məxluqatın başı üzərindən çağırılacaq adı ilə deyiləcək ki, ey filan kəs, bu xeyirdir. Yəni, sənin etdiyin xeyir. Daxil ol ondan. Və bu qaplar heç də xatırlanan xəyal deyil və ya oxunan mücərrəd mənalar deyil, əksinə həqiqətdir. Allah Teala hazırlayıb mömin bəndələri üçün. Vasiqəl-ləzīnə ittəqəv rabbəhum iləl-cənnəti zumara həttə izə cəuhə və futihət əbvəbuhə və qalə ləhum xəzənətuhə sələmun aleykum tibtum fədxuluhə xalidin. Allah Rəblərindən qorxanlar dəstə-dəstə cənnətə sövq ediləcəklər. Elə ki, gəldilər ona və qapları açılacaq. Və deyəcək onlara cənnətin keşikçiləri, mühafizə edənlər, deyəcək, salam olsun sizə, xoş gəldiniz, əbədi olaraq daxil olun. Düşün o əzəmətli mənzərəni, vəsf elə ağlında, xəyalında, müttəqilər dəstə-dəstə cənnətə gətiriləcək, toplum-toplum, cəmaat ardınca cəmaat, iman əhli ilə, salih insanlar salihlərlə, Allaha yaxın olanlar öz məqamında, yaxşılıqlar görən öz mərtəbəsində, hər kəs itayətinə uyğun, doğru yolda uyğun, doğru yolda olmağına uyğun, ona bənzərlərlə bərabər, elə ki, gələcəklər, qaplar açılacaq onlara. Fikir ver, Allah Teala deyir ki, وَفُتِحَتْ أَبْوَابُهَا və qapları açılacaq. Cəhənnəm kimsə demir, və qapları açılacaq, deyir ki, qapları açılacaq, birbaşa. Amma cənnət, o qapları açan səbəb var. O vav, sənin etdiyin əməllərdir. Hansı ki, o səbəbdən mələklər qarşılayacaq səni. Salam verəcək, xoş gəldin edəcək. Bu hörmətdən sonra hansı hörmət daha izzətlidir, daha böyüdür. Hansı müjdə axtarırsan bu müjdədən sonra, hansı uğur daha böyüdür, qula mələklərin salam verməsi, sonra bilməsi ki, oradan heç vaxt bir daha çıxmayacaq, heç vaxt ölməyəcək, heç vaxt kədər görməyəcək və xəbər verib sallallahu aleyhi və səlləm ki, cənnətə ilk girən zümrə çox gözəl olacaq.
Evvel zumratin telicul cenneh suvaruhum ala suratul qamar leyletul bedr. Cennete ilk giren zümre, dəstə, onların şəkilləri bədirlənmiş ay kimi olacaq. Yəni gözəllikdə, kamillikdə, nemətlərin tamamlığında, qəlblərinin saflığında, köklərinin birliyində nə ixtilaf olacaq aralarında, nə ədavət, nə kin, qəlbləri bir kişinin qəlbi kimi olacaq. Səhər axşam Rəblərini zikr edib təsbih edəcəklər. Və nə xəsarətdədir o kəs ki, məhrum olacaq bundan. Uyduğu şəhvətinə görə, qəflətdə qaldığına görə, fani olan dünyaya bağlandığına görə və nə xoşbəxt o kəs ki, səbr etdi, itayət etdi, nəfsini qorudu asilikdən, Allahın üzünü qəsd edərək mübarizə apardı nəfsi ilə, hətta o qapların əhlindən oldu, o mübarək qaplardan daxil ola bildi. Və gəlib bu mövzuda əzəmətli dəlillərdən İmam Müslimin rəvayət etdiyi hədis, hansı ki, Ömər radiyallahu anhu nəql edir bizə. Peyğəmbər sallallahu aleyhi və səlləmdən deyir ki, sizdən kim dəstəmaz alarsa, dəstəmazını kamil bir şəkildə tamamlayarsa, sonra deyərsə ki, əşhədu an la ilahə illallah, vəhdəhu la şərikə ləh, və əşhədu ənə Muhammədən abduhu və rasuluh, Allahümmə cəalni minət-təvvabin, və cəalni minəl-mütətahhirin. Kim desə ki, şəhadət edirəm, Allahdan başqa ibadətə layiq haqq məbud olmadığına, tək olan Allaha şəriki olmayana, şəhadət edirəm ki, Muhammed onun qulu və elçisidir. Allahım, məni tövbə edənlərdən et, məni pak olanlardan et. Onun üçün cənnətin 8 qapısı açılar, hansından istəyər daxil olar. Bax, Allah Taala'nın lütfüne, fəzilətinin böylüyünə, sadə kəlmələr, dəstəmazdan sonra deyilən az sözlər, lakin bu əzəmətli fəzilət. Bu dəlildir ki, cənnətin qapıları arzularla, xəyallarla əldə edilmir. Lakin imanla, doğruluqla, səmimiyyətlə, salih əməllə, Peyğəmbərə tabiçiliklə əldə edilir. Və bu qapıların genişliyini təsəvvür et. Deyir ki, sallallahu aleyhi və səlləm, İnnəmə beynə əl-məsra'eyni min məsari'il cənnə ləkəmə beynə Məkkətə və Həcər, əv kəmə beynə Məkkətə və Basra. Cənnətin qapıları arasındakı məsafə, yəni iki qanadı arasındakı, çərçivələri arasındakı məsafə Məkkə və Həcr arasında olan məsafə kimidir və ya Məkkə-Bəsra arasında olan məsafə kimidir. Əzəmətli qapılar, geniş qapılar, lakin qiyamət günü önü izdiham olacaq. Möminlərin çoxluğundan, Allahın bəndələrindən ora girəcək, bəndələrin sayının hədsiz çox olmağından və xüsusən də oruç tutanlar üçün ayrıca qapı ayırıb Allah Taala. Müstəqil bir qapı, Reyyan adlı bir qapı, hansı ki Peyğəmbər sallallahu aleyhi və səlləm vəsf edib onu deyib ki, cənnətdə qapı var, adı Reyyandır. Oradan oruç tutanlar girəcək qiyamət günü. Onlardan başqa heç kim girməyəcək. Elə ki, daxil oldular, o qapı bağlanacaq, başqa heç kim girməyəcək ondan. Və xüsusiləşdirib oruç tutanları. Çünki onlar səbr ediblər, Allah üçün tərk ediblər şəhvətlərini, yeməklərini, içməklərini və Allah Taala onlara hörmət əlaməti olaraq bunu lütf edib. Və məqsəd burada təkcə fərz orucunu tutanlardan getmir söhbət. Əksinə, o kəslər ki, fərz oruclarını tutub, nafilə oruclarını da əlavə edib, ixlasla, gözəl qəsdlə, o dərəcədə ki, oruc onların vəsfinə çevrilib, əksər əməli olub, ona görə o qapıdan çağırılacaqlar. Və cənnətin qapılarının çox olmasının hikməti var. Ən başlıca hikməti Allah Taala bəndələri üçün xeyr qapılarını çox edib. Bu namaz qapısıdır.
o oruc qapısıdır, bu sədəqə qapısıdır, bu həc qapısıdır, bu valideynlərə yaxşı davranmaq qapısıdır. Hər bir müminin bu xeyrin hər birindən bir payı var. Ona görə də yaxşılıqdan heç nəyi az saymayın. Savablardan heç nəyi əskiltməyin. Gəlib ki, sallallahu aleyhi və səlləmlə günəşin doğduğu hər gün insan üçün fəqərələrinə görə sədəqə var. Oynaqlarına görə sədəqə var. İki nəfərin arasını islah etmək, düzəltmək sədəqədir. Kişiyə miniyinə minib, onda gedə bilməsi üçün kömək etmək, yükünü ona qaldırıb daşımasına kömək etmək sədəqədir. Gözəl söz söyləmək sədəqədir. Namaza getmək sədəqədir. Yoldan əziyyət verən şeyi qaldırmaq sədəqədir. Həmçinin cənnətin qapısının çox olmasının hikmətindən müsəlmanın seçilməsidir. O xeyirlə ayrı edilməsidir ki, Allah Taala o müsəlmanı o ilə tanıyacaq, etdiyi əməllə görsənəcək və qiyamət günü o əməlinə görə o qapıdan çağırılacaq. Həmçinin bil ki, heç də bütün insanlar itayət qapısında, itayətdə eyni deyil. Buna namaz üçün fürsət yaranıb, digərinə oruç üçün, digərinə sədəqə qapısı açılıb, digəri dəvət edə bilir, o biri elm yayır, biri valideynlərinə yaxşı davranır, digəri insanlardan kədəri aparır, digəri insanların arasını islah edir, düzəldir. Hər biri Allahın lütfündən pay götürüb özünə və hər kəs nə üçün xəlq olunub, onu asanlaşdırılır. Ona görə İmam Məlik rahiməhullahı bir kişi dəvət edir ibadətə və deyir ki, tərk et bu elmi. Deyir ki, ona Allah Taala əməlləri bölüb, necə ruziləri bölüb və elə kişi var ki, ona namaz açılıb, namaz qapısı açılıb, elə kişi var, ona oruc qapısı açılıb. Digəri üçün sədəqə qapısı, lakin o biri qapılar açılmayıb ona. Və elm qapısı da ayrıca bir qapı da açılıb. Və mənə də düşüb ki, mənə düşən paydan öz nəsibimi götürüm, onu ilə razılaşım. Həmçinin cənnətin qapısının çox olmasının səbəbindən Allah Taala insanların bacarığını, taqətini nəzərə alıb, onların əhvalını, onların qabiliyyətini bilib, ona görə meydan açıb. Varlının öz meydanı var, kasıbın öz meydanı, güclünün öz meydanı, zəifin öz meydanı, alimin öz meydanı var, abidin öz meydanı, nüfus sahibinin öz meydanı. Qadının meydanı evindədir, cavanın meydanı doğru yolda olmaqdadır, düzgünlükdədir. Qocanın meydanı səbr etməkdə, zikr etməkdədir. Və heç kim zənn etməsin ki, bütün xeyir bir şeydə cəm olur, xeyir. Əksinə xeyir genişdir. Allah Teala geniş edib xeyri və müvəffəq edib hər nəfsi özünü tanımağı, özünə uyğun qapını seçməyi. Ona görə sənə hansı qapı uyğundursa, o qapını tut. O yolu get, o qapını döy, davamiyyətdə ol o yolda və Allahdan istə ki, Allah Teala sabit etsin səni o yolda. Allah Teala bizi cənnət əhlindən etsin. O kəslərdən etsin ki, xeyir qaplarından çağırılacaqlar. Allahım bizi namaz əhlindən et, oruc əhlindən, sədəqə əhlindən et, bizi ixlaslı et, bizə səmimi tövbə nəsib et. Allahım müsəlmanların əhvalını düzəlt, onların əhvalını dəyiş, onları düzəlt, qaytar dininə, islah et onları. Harada zəif müsəlmanlar varsa onlara kömək ol, harada xəstələri varsa onlara şəfa ver. Ölkəmizi, digər müsəlman ölkələrini xətadan, bəladan qoru. Əqulu mə təsməun və əstəğfirullah li və ləkum və li səiril muslimin min kulli zəm fəstəğfiruhu innəhu vəl-ğafur rahim. Rabbil ələmin və salatu və salamu alə əşrafil ənbiyyə vəl-mursəlin nəbiyyina Muhammedin və alə alihi və sahbihi və səlləmə təslimən kəthira. İbadallah, innallaha ya'muru bil-ədli vəl-ihsani və itə'i zil-qurbə وينهى عن الفحشاء والمنكر والبغي يعظكم لعلكم تذكرون واقيموا الصلاة